Prezident İlham Əliyev və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyan arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən qonşu və dost İran xalqının hazırki ehtiyaclarının təmin edilməsi məqsədi ilə 2026-cı il 18 mart tarixində İrana növbəti humanitar yardım yola salınıb. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə bu barədə bildirib. O qeyd edib ki, İran İslam Respublikasına göndərilən humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Buna 76 ton həcmində ərzaq və qida məhsulları, 4 ton həcmində dərman vasitələri və 2 ton həcmində tibbi ləvazimatlar daxildir. Emil Həsənzadə humanitar yardımın 5 yük avtomobili vasitəsilə göndərildiyini qeyd edib. O, humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsullarının da əlavə olunduğunu vurğulayıb. İranın Azərbaycandakı səfiri Müştəba Dəmirçilu humanitar yardıma görə Azərbaycana təşəkkür edib və bildirib ki, bu Azərbaycanın İrana göndərdiyi sayca ikinci humanitar yardımdır. Səfir Azərbaycan hökumətinə və xalqına təşəkkür edib. Azərbaycan belə bir vəziyyətdə İrana diqqət göstərib, oradakı bacı qardaşlara yardım edib. Bu bizim müştərək mədəniyyətimizdən qaynaqlanır. Çətin vəziyyətdə bir-birimizə kömək edirik. Qarşıdan Ramazan və Novruz bayramları gəlir. Belə bir gündə yardım edilməsi müsbət addımdır.